Ümumiyyətlə bütün praktikalar ən azı 21 gün eləmək lazımdır. Bu tipdə olan praktikalar 21 gün eləmək lazımdır. Birinci günlər əsnəmə tutacaq, yorğunçuluq olacaq, bezəcəksiniz. Beyin eləmək istəməyəcək, bəhanə gətirəcək. Deyəcək, o praktika ilə səni güvənə olacaq ki, dəyərsizləşdirəcək, çünki səni də dəyərsizləşdiriblər. Amma siz bunu daim və daim eləsəniz, ən azı 21 gün ərzində möhtəşəm olacaq. Bu arada biz bütün bu praktikaları 5 yanvar köklü dəyişimdə eləyirik. Ona görə qatılmaq istəyənlər, bəli, bu proqram artıq çox aktivdir və çox populyardır. Orada bütün bunlardan azad olun. Bütün bunlardan o da ata-ana münasibətləri, ata-ana, uşaqlıq travmaları, karmik münasibətlər, nəsil şəfalanmasını hamısını biz eləyirik və çox möhtəşəm də nəticələr, geri dönüşlər olur. Ata-ananı bağışlayan, çünki qabağa gedə bilir. Bunu ancaq biz ata-ananı bağışlayandan sonra eləyirik, qəbul edəndən sonra. Yəni biz keçmişimizi düzəldəndə gələcəyimizi qurmuş oluruq. Ata-ana ilə ata-ananın onları düzəltmədən, olduğu kimi sevməyə başlayanda, Dəyişmədən, heç bir dəyişiklik etmədən, bu cür sevirəm və artıq mənim həyatım dəyişir. Həqiqətən də dəyişir. Biz bunu mən özüm bunun bir nümunəsi. Bəli.